Salam olsun her bir insana. Salam olsun Azərbaycan xalqı. Sabahınız xeyirli və uğurlu olsun. Gəlirsə 2 həftə bundan qabaq bir dənə video paylaşdım. Dedim ki, mənə torpaq verilib, mən özüm kirada yaşayıram. Bura 250 manat, 300 manat verirəm kommunalla birlikdə. Evin tək evladıyam, atasızam, anam asma xəstəsidir. Yetiməm, heç bir dayağım yoxdur. Heç kim mənə kömək eləmədi. Heç kim məndən maraqlanmadı. Heç kimə maraqlı gəlmədim. Lazımsız insanlara o yalan danışırlar. Girirlər, bütün günü dərman pulu dilənirlər. Bütün günü deyirlər, mən beləyəm, mən eləyəm. Amma onlara dəstək olursunuz. Amma siz əsl ehtiyacı olana olmursunuz. Siz deyirsiniz ki, hamı belədir, hamı yalan danışır. Hamı yalan danışmır. Hamı yalan danışmır. Mənim ehtiyacım olmasa çıxıb heç kimdən heç nə istəmərəm umarım. Xahiş edirəm. Mən fərz edin ki, sizin bir balanızam. Fərz edin ki, çöldə qalmışam. Bu kiraya pulunu verməsəm, sözümdə çöldə qalır. Mənə dəstəyinizi unutmayın. Mənə direktə də yaza bilərsiniz. Videonun yorum qismində da kartımı qoyarım. Nömrəmi də verərəm. Hatta evin adresini də verərəm. Gələsiniz, baxarsınız. Vallahi mənim heç xaladenimdə bir qismət çörəyim yoxdur yeməyə. İmkanım yoxdur. Mamanın dərmanını, öz dərmanımı almağa. İstəyirəm ki, xalqım mənim yanımda olsun. İstəyirəm ki, həmişə mənim yanımda olasınız. Qarşıda gələn Qurban bayramınızda mübarək olsun. Allah dualarınızı qəbul etsin. Allah balalarınızı saxlasın. Allah sizi mərdimazlardan qorusun. Qazinin duaları həmişə qəbul olur. Əsl qazinin. Ölümü görüb geri qayıdanlar salam olsun.